Kanalımın əziz izləyiciləri, hər birinizə salamlayıram. Kanalıma xoş gəlmisiniz. Bu vlog 2 günün birləşməsindən ibarət olacaq. Bilirəm, hər dəfə sizə bu sözü dəfələrlə təkrar eləyirəm, amma yenə də demək istəyirəm ki, kanalıma abunə olmağı unutmayın. Bu mənim üçün çox vacibdir. Aylar sonra nəhayət Bakıya getməliyəm, çünki mənə bu gün hədiyyə gəlib. Qızlar, deməli Azərbaycanda Sən Yoxla adlı belə bir platform yaradılıb və bu platformada məşhur brendlərdən olan məhsullar qoyulub. Siz sadəcə bu məhsulları hədiyyə qazanmaq istəyirsinizsə, Sən Yoxla platformasından qeydiyyatdan keçirsiniz və sizə hədiyyələr göndərirlər. Hava bu gün o qədər gözəldir. Dedim mütləq surətdə bu gün gedib özüm üçün paltar baxmalıyam. Bir neçə dənə mağaza var, onu gəzəcəm. Daha sonra isə gəlib oxuru bağçadan götürəcəm. Bu da mənim səhər yeməyim. Uzun müddətdir ki, mən artıq çörək yemirəm. Yəni yeyirəm, o da qara çörəkdir. Hardasa bir ay olar ki, ağ çörəyə yaxın getmirəm qətiyyən. Mən artıq hazırlaşıb Bakıya doğru yola düşürəm. Bu arada qatarla gedirəm. Neçə vaxtdır qatarla getmirdim. Çox darıxmışdım. Növbəti dayanacaq Keşlə. The next stop is Keşlə. Yolda oxumaq üçün özümə fobiya kitabını götürmüşəm. Uzun müddətdir ki, mən bu kitabı oxuyuram, amma sadəcə bu aralar mütaliəm azalıb deyə bu kitabı oxuya bilmədim. Ümid eləyirəm ki, qısa müddətdə bitirəcəm bunu. Sən Yoxla ailəsindən belə gözəl bir hədiyyə gəlib. Hədiyyəmi götürəndən sonra dedim ki, gedim biraz mağazaları gəzim. Qızlar, Vaykiki mağazasına gəlmişəm. Burada qəşəng çantalar var. Bu çantamı çox bəyəndim. Qiyməti 35 manatdır. Daha sonra bu formada var. Belə çantalar, bunlar da qəşəngdir. Sonra baxın. Bu formada var. Bu da qəşəngdir. Deməli başda komanda qəşəng dəst etdi. Aksesuarlar var. Bunu çox bəyəndim də, gümüş rəngli olanlar. Çox qəşəng görsənir. Hələ bir də bu formada var. Bu çox incədir. Əsl mən istədiyim tipdədir. Niyakar mağazasına gəlmişəm. Siz bu ətəklərin bir dənə gözəlliyinə baxın. Çox qəşəngdilər, amma mən geyinə biləcəyim bir stildə deyillər. Burada da pəncəklər var. Çox bəyəndim bu rəngi. Ümumiyyətlə mən bej rəngi bəyənirəm. Çox xoşuma gəlir. Əsl belə yay üçün olan aksesuarlardan. Bu arada bu güllü broşkaları çox bəyənirəm. Qızlar, gəlmişəm Yuska. Burada belə qəşəng dekorativ güllər var. Çox qəşənglər. Bunları çox bəyənirəm. Daha sonra belə şamlar var. Bunlar da qəşəng görsənir. Hamam üçün və yaxud da kuxna üçün. Hələ siz bunların bir gözəlliyinə baxın. Bunlar da çox qəşəngdir. Qiymət 9 manat. Burada belə qablarda var. Bunlar da çox xoşuma gəlir mənim. Çox belə maraqlı görsənir. Bir neçə mağazanı gəzdikdən sonra evə getməyin vaxtı gəldi. Qızlar, deməli bu qutu çox gözəl hədiyyələrlə doludur. Bu gün mənim üçün gəlmişdi. Gedib bunu biz 28-dən götürdük. İndi isə bu qutunun içində nələr var ona baxacağıq. Açmazdan öncə sizə bu platform haqqında məlumat vermək istəyirəm. Sən Yoxla platforması yeni yaradılıb. Deməli, siz burada qeydiyyatdan keçməklə məşhur brendlərdən gələn hədiyyələri əldə edə bilərsiniz və sizin üçün orada qeydiyyat linki paylaşılıb. Qeydiyyat linkində mütləq surətdə qeydiyyatdan keçməlisiniz. İnanırsınız, o qədər maraqlı gəlir ki mənə. Ümumiyyətlə mən belə hədiyyə qutularını hədsiz dərəcədə çox sevirəm. Bilirəm ki, mənim izləyicilərim də belə qutuları səbirsizliklə gözləyir və maraqla izləyirlər. Deməli, qutumuzdan birinci Palmolive'in belə bir duş geli çıxır. Bu məşhur brendlərdən biridir. Və indi baxaq iynəm. Qızlar, iyi, çox möhtəşəmdir. Tərkibi isə zeytun yağından ibarətdir. İndi isə baxaq görək növbəti məhsulumuz nə olacaq. Deməli qızlar, növbəti məhsulumuz Isana markasına aiddir. Baxaq görək bu markadan bizə hədiyyə nə gəlib.
Belə bir karandaşdır. Rəngi çox gözəldir. Tam mənim istifadə etdiyim rənglərə aiddir. İsə baxaq görək növbəti məhsulumuz nə olacaq. Aha, qızlar, deməli bu Furidia markasına aid olan üzüm maskasıdır. Bir dəfəli istifadə üçün nəzərdə tutulub parça maskadır. Ümumiyyətlə siz bilirsiniz ki, mən parça maskaları dəhşət çox sevirəm. Bu da mənim siyahıma, daha doğrusu kolleksiyama əlavə edildi. İndi növbəti məhsula, görək növbəti məhsul nə gələcək. Növbəti məhsul isə qızlar bu yeyinti məhsuludur. Belə bir şirniyyat göndəriblər, sağ olsunlar. Və onu da qeyd edirəm ki, bu tanınmış brendlər içərisində yeyinti məhsullar da var. Onu da bizə hədiyyə göndərilir. Növbəti məhsula baxırıq. Növbəti məhsulu isə belə bir kofedir. Ümumiyyətlə mən kofeleri dəhşət çox sevirəm və hər dəfə alış-verişə gedəndə qabağıma çıxdıqca alıb stoklayıram. Bu da mənim bazama daxil oldu. Növbəti məhsula baxırıq. Növbəti məhsul isə Lilalifin belə bir peçenyasıdır. Ümumiyyətlə belə şirniyyatları mən xoşlayıram. Bu arada diyetdəyim, şokoladdan uzaq durmağa çalışıram. Hədiyyələrimiz bitmir, hələ ki davam edir. İndi isə baxaq görək növbəti məhsulumuz nə olacaq. Maraqla gözləyirəm. Qızlar, növbəti məhsul isə belə bir maskadır. Bu da üzü üçün nəzərdə tutulub. Bunu da istifadə edib fikirlərimi bölüşəcəm. Düzdür, bu markadan 3 dəfə də istifadə edəcəm. Ümid eləyirəm ki, çox gözəl olacaq. Növbəti məhsulumuz isə məşhur brendlərdən biri olan Maridermin belə bir üz üçün nəzərdə tutulmuş nəmləndiricisidir. Bunu da istifadə edib fikirlərimi bölüşəcəm. Ən sonda isə belə bir broşür qoyublar. Bu broşurda ətir haqqında məlumat veriblər. Kataloqa keçmək üçün də bu QR-koddan istifadə edə bilərik. Sonda isə belə bir məktub gəlib Sən Yoxla komandasından. İndi isə məktubu sizə oxumaq istəyirəm. Qeyd olunub ki, məktubda Sən Yoxla ailəsinə xoş gəldin. Bu kutuda səni yeni kəşflər və sürprizlər gözləyir. Məhsulları yoxla, təcrübəni bölüş və rəylərinlə brendlərin gələcəyini işıq tut. Sənin fikrin bizim üçün hər şeydən önəmlidir. Sən Yoxla ailəsi, bu gözəl hədiyyəyə görə mən sizə ürəkdən təşəkkür edirəm. İnşallah fəaliyyətinizdə sizə uğurlar arzu edirəm. Daima belə uğurlarınız olsun. Hər zaman izləyicilər tərəfindən sevilin. Azərbaycanda bu Sən Yoxla platformu yeni yaradılıb. Mən bunu daha əvvəl Türkiyədə görmüşdüm. Türkiyədə məhsullar göndərdilər qeydiyyatdan keçənlərə. Azərbaycanda da belə bir necə deyim, platformanın olması mənim üçün həqiqətən çox sevindirici oldu. Bu vloglarda göstərmişdim ki, istifadə edəcəyim maskaları bu qutunun içinə yığıram. Gəlin sizə bu qutuda olan məhsulları göstərim və yeni gələnləri də bura əlavə edək. Bu qutuda deməli mənim belə bir nəmləndirici maskam var bir dəfəli istifadə üçün. Daha sonra Morphosun belə bir saç maskası var idi. Bir dəfə istifadə eləmişəm qızlar. İnanılmaz dərəcədə möhtəşəmdir. Saça çox qəşəng qoxu verir, həm də saçı yumşaldır. Belə bir gözaltı patchim var. Hələ ki istifadə etməmişəm. Amma mütləq surətdə istifadə edəcəm. İsə yeni məhsullarımızı bura yerləşdirək. Ümid edirəm ki, bu yerləşər. Aha. Daha sonra bu maskanı, ən sonda isə bunu əlavə edirəm. Bunların hər birini istifadə edib fikrimi sizinlə bölüşəcəm. Bu qutuda isə mənim pomadalarım və dodaq karandaşlarım var. Bu gəlib bura səhv düşüb, üzr istəyin. Tez-tez iş görmüşəm, ona görə səhv düşüb bunlar. İndi isə bu məhsulumuzu bura yerləşdirəcəm. Bayaq videoda deməyi unutdum qızlar. O qədər gözəl qoxusu var bunun. Hədsiz çox bəyəndim. İstifadə eləyəcəm. Sonunda isə bu məhsulum qalır. Bunu da zapasların içərisinə qoyacağım. Növbəti gündən hər kəsə salam. Baxıb gördüm ki, videom çox az çıxıb. Dedim ki, növbəti gündə sizin üçün vlog halında çəkim. Günə qab yumaqla başlayıram. Çünki dünən çox yorğun gəldim. Ona görə də heç bir iş görə bilməmişəm. Qızlar, bugün evdə bayram hazırlığı görəcəm. Ən çox sevdiyim bayramlardan biri də Novruz bayramıdır. Mən bu bayramı uşaq vaxtından çox sevirəm. Çünki uşaq olanda biz qapılara papaq atardıq, qapı busardıq, kəndə gedərdik. Bu da bizim üçün çox maraqlı idi. Hələ yadıma gəlir ki, 16 yaşım olanda yaxın qohumumuzun nişan üzüyü ilə fala baxmışdım. Elə 23 yaşda çıxmışdım mən üçün. 23 yaşda da ailə həyatı qurmuşdum. Deməli qızlar, bugün menümüzdə qarğıdalı salatı olacaq. Tərkibi kök, qarğıdalı, kartoşka, yumurta və təzə xiyar olacaq. Artıq kök, kartoşka hazır qaynayıb. Bir dənə də filə qaynatmışam yanında. İndi bunların hamısını doğrayıb salatımızı eləyəcək.
Ümumiyyətlə qızlar, mən bayramlara, özəl günlərə çox belə özən göstərirəm. Onun üçün həmişə çalışıram ki, evdə nəsə hazırlayım. Bu gün də istədim ki, süfrəmiz bol görsənsin. Ona görə də belə gözəl salat və dadlı aş hazırlamışam. Bayaq Instagrama baxanda gördüm ki, bir neçə fallar var. Biz heç onları sınamamışıq. Bəs siz bu fallardan hansını edib yoxlamısınız? Mənim o vaxt etdiklərim bir üzük falına baxmaq idi. Bir də ki, şorqağal yemək idi. Şorqağalı yeyirsən, gecə yatırsan, kim ki sənə su verirsə, gələcək həyat yoldaşın olacaq. Bu da salatımın son halı. Tərkibini bayaq qeyd eləmişdim. Qarğıdalı, xiyar, daha sonra yumurta, kartoşka, kök. Mən istədim göyərti də əlavə edeyim. Sadəcə göyərti olmadığına görə əlavə eləyə bilmədim. Soğan da hazır doğramış vəziyyəti belədir. İndi bunu qəşəngcə əlavə eləyəcəm, toyuqla qarışdıracağam. Soğanla toyuğu belə qarışdırdım. İndi mən bunu tavanın altına düzəcəm. Daha doğrusu qazanın altına. Üstünə isə düyünü əlavə eləyəcəm. Aşı dəmlənməyə qoydum. Ümid edirəm ki, çox gözəl alınacaq. Şimdi ben tersine fırlatıyorum. Qızlar, süfrəmin hazır versiyasını göstərirəm. Belə alındı. Məncə çox qəşəng görsənir. Hər birinizin bayramını bir daha təbrik edirəm. Necə belə bundan gözəl illərə çıxasınız. Eviniz hər zaman ruzili, bərəkətli olsun. Yeməyimizi yedikdən sonra gedirik aşağıda tədbirə baxmağa. Qızlar, nəhayət ki, evə gəldim. İndi isə makyajımı təmizləməliyəm. Makyajımı komplementim bu. Gidrafil yağı ilə təmizləyirəm. Qızlar, qoxusu o qədər gözəldir ki, həm də üzü dərindən təmizləyir. Yəni istifadə üçün çox möhtəşəmdir. Gidrafil yağdan öncə mən həmişə misillər suyunu üzümü təmizləyirəm. Əvvəl Garnierdən istifadə eləyirdim. Bunu isə Olivia mağazasından almışam. Saççı xanım çox təriflədi. Dedi, üzü çox qəşəng təmizləyir. Bir iki dəfə istifadə eləmişəm, razı qalmışam mən də. Daha sonra favorim olan Dr. Rachel'in bu köpüyündən istifadə eləyirəm. Bunu da çox bəyənirəm. Üzümə maska istifadə eləmək istədim. Fridianın maskasına istifadə eləyəcəm. Nəmləndirici isə favorim Favalik markasına aid olan bu üz nəmləndiricisi olacaq. Bunu da artıq neçənci səfər istifadə edirəm və çox razı qalmışam. Bu da gördüyünüz kimi aloe tərkiblidir. Ən sonda əl kremi olaraq Faberlic'in bu kremindən və gözaltı üçün Faberlic'in bu Verbena seriyasına aid olan gözaltı kremindən istifadə edəcəm. Beləliklə vloqumuzun sonuna gəldik, çatdıq. Videonun axıra qədər izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Çox sağ olun. Hər biriniz mən üçün dəyərlisiniz.